Salam, hər vaxtınız xeyir olsun. Biz sizi Xankəndi şəhərindən salamlayırıq. Belə ki, qeyri-hökumət təşkilatlarının əməkdaşlıq forumu keçirilir və bu sadəcə 3-cü forumdur. Artıq biz bu haqda səhər saatlarında məlumat vermişdik. Forum öz işinə başlayıb və panel müzakirələrlə davam eləyir. Qeyd edim ki, bu sadəcə birinci ya ikinci deyil, artıq 3-cü forumdur ki, keçirilir. Forum ilk əvvəl 2023-cü ildə Bakıda Heydər Əliyev mərkəzində öz işinə başlayıb və növbəti il 2024-cü ildə Şərqi Zəngəzurda, Zəngilanla Konqres mərkəzində öz işini davam etdirib. Suverenliyimizin bərpa olunmasına həsr olunan bu tədbir isə Xankəndidə keçirilməsi nəzərdə tutulub. Forumda açılış hissədə rəsmi çıxışlar oldu və çıxışlarda Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva rəsmi hissədə çıxışı zamanı son bir ildə görülən işlər haqqında ətraflı məlumat verdi. Belə ki, ikinci əməkdaşlıq forumundan sonra nələr əldə olunub, bunlar haqda forum iştirakçılarını ətraflı məlumatlandırdı və hazırda o mənim yanımdadır. İstərdik bu haqda ətraflı məlumatları da canlı efirimiz vasitəsilə tamaşaçılarımızın diqqətinə çatdırsın. Aygün xanım, sizi Xankəndidə xoş gördük. Forumun işində sizə uğurlar arzu edirik. Bildiyimizə görə Konstitusiya və Suverenlik ili çərçivəsində elə burada keçirilməsi nəzərdə tutulub və siz çıxışlarda qeyd elədiniz ki, ikinci forumdan bugünədək əldə olunan nailiyyətlər, neçə tədbir keçirilib və nələr əldə olunub. İstərdik bunlar haqda ətraflı məlumatları bir daha verəsiniz. Mən də hər birinizi qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyi adından Xankəndidə keçirən 3-cü əməkdaşlıq forumunda salamlayıram və bayaq ilk açılış çıxışlarında qeyd olunduğu kimi forumlar həm qeyri-hökumət təşkilatları üçün, həm də Azərbaycanda ilk Milli Donor İnstitutunun hüquqi varisi olan Qeydlərə Dövlət Dəstəyi Agentliyi üçün hesabat platformasıdır və ikinci forumdan keçən dövr ərzində Azərbaycan qeyri-hökumət təşkilatlarının beynəlxalq fəaliyyətində ciddi irəliləyişlər əldə olunub. Azərbaycan artıq QHT-ləri Qlobal Cənub QHT platformasına ev sahibliyi edir. Eyni zamanda QHT-lərin inkişafını, onların potensialını artırmaq məqsədi ilə agentlik silsilə tədbirlər həyata keçirilir. Dünən 19 oktyabrda biz Şuşada 6-cı inkişaf və mübadilə proqramının yekununu qeyd etdik və bu mübadilə proqramına qədər artıq 500-dən artıq qeyri-hökumət təşkilatına agentlik bilik və bacarıqlarının artırması üçün təlimlər keçib. Eyni zamanda vətəndaş cəmiyyətində gəncləşmə prosesini dəstəkləmək, həmçinin gənclərin bu sektora marağının artırılması üçün biz müxtəlif ali məktəblərdə təqdimatlar keçiririk. Sabah Qarabağ Universitetində də bu təqdimatlardan biri baş tutacaq. Bugün artıq Azərbaycan QHT-ləri beynəlxalq qeyri-hökumət təşkilatları üçün çox etibarlı tərəfdaşdır və biz hər il 400-dən artıq qeyri-hökumət təşkilatının layihələrinə dəstək veririk. Və bugünkü forumda da məhz bu məsələlər müzakirə olunacaq. Forum 4 panel müzakirə ilə davam edək. Birinci panel müzakirə Türkman irsi, tarixi köklərə sadiqlik. İkinci müzakirə WUF 13-ə doğru qeyri-hökumət təşkilatları üçün yeni imkanlar adlanır. Məhz digər müzakirələr dünyaya açılan qeyri-hökumət təşkilatları və rəqəmsal QHT platforması barədə olacaq və hər bir panel üzrə ekspert qeyri-hökumət təşkilatları çıxışlarını səsləndirəcək. Forumun sonunda isə ölkə prezidentinə Azərbaycan qeyri-hökumət təşkilatlarının müraciəti səslənəcək. Əminəm ki, forum növbəti illər üçün qarşıdakı hədəfləri müzakirə etməyə, uğurlu fikir mübadiləsi üçün platforma olmağı qarşısına hədəf kimi qoyacaq. Aygün xanım, sizə təşəkkür edirik. Əlavə bir sualım olacaq ki, çıxışınız zamanı Qlobal Cənub QHT platforması haqqında məlumat vermişdiniz ki, neçə ölkə birbaşa dəstəklədi, neçə ölkə imza dəstəyini bildirdi. Bu haqda da bizə məlumat verin, zəhmət olun. Qlobal Cənub QHT platformasının tarixi Azərbaycanın COP29-da təmsilçiliyi ilə başlayır. Bilirsiniz ki, COP29 prosesində dövlətlərdən sonra ikinci ən böyük iştirakçılıq qeyri-hökumət təşkilatlarına məxsusdur və Azərbaycan bu tədbirə ev sahibliyi etdiyi müddətdə minlərlə xarici qeyri-hökumət təşkilatı Azərbaycana qonaq qismində gəlmişdi və Azərbaycan QHT-ləri də 11 günlük bir marafonda məhz pavilyonla təmsil olunurdular və onlar 11 gün ərzində 54-dən artıq tədbir icra etmişdilər və bu tədbirdə 2300-dən artıq yerli və xarici qeyri-hökumət təşkilatları, onların tərəfdaşları iştirak edirdi. Həmçinin COP29-dan öncə Azərbaycan Respublikası Qeyri-hökumət təşkilatlarının Dövlət Dəstəyi Agentliyi
COVID-19 ilə bağlı beynəlxalq təşəbbüsləri dəstəkləyən qrant müsabiqəsi elan etmişdi və bu qrant müsabiqəsinin qalibi olan yerli QHT-lər xarici partnyorlarla birlikdə layihələr icra edirdilər və bu partnyorluq, əməkdaşlıq münasibətləri eyni zamanda Qlobal Cənub QHT platformasına aparan yol oldu və belə ki, 1000-dən artıq vətəndaş cəmiyyəti nümayəndəsi, 130-dan artıq ölkəni təmsil edən QHT nümayəndələri Azərbaycan QHT-lərinin QHT platformasının yaradılması ilə bağlı təşəbbüsünü öz imzalarla təsdiq etdilər. Bu ilin aprel ayında isə artıq QHT platformasının yaradıcısı ilə bağlı Azərbaycanda təsis konfransı keçirildi və təsis konfransında 115 ölkədən nümayəndə iştirak edirdi və Azərbaycan artıq mənzil qərargahı kimi təsdiq olunub və Azərbaycan qeyri-hökumət təşkilatları Qlobal Cənub QHT platformasının bundan sonraki inkişafı üçün də əzmlə çalışacaq və biz növbəti ilin əvvəlində məhz bu platformanın idarə heyətinin digər strukturlarının formalaşması ilə bağlı QHT-lərin təşəbbüslərini dəstəkləyəcək. Çox sağ olun, təşəkkür edirik. Ətraflı məlumatlara görə bir növ deyə bilərik ki, Azərbaycan qlobal cənubla qlobal şimal arasında körpü rolunu oynayır. Təşəkkür edirik bir daha sizə. Bir daha qeyd edək ki, bizim müsahibimiz qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva idi. Biz forumun işi haqqında sizə ətraflı məlumat verməyə çalışdıq və bir daha qeyd edək ki, forum panel müzakirələrlə davam edir və bizim bundan sonra tamaşaçılarımız yekun sujetimizi də izləyə bilərlər. Hələ ki çatdıracaqlarımız bu qədər, söz yenidən sizdədir.